Möhtərəm cəmaət, bugünkü cümə gününün xütbə mövzusu axirət haqq hesab günü haqqındadır. İlk növbədə, ilk öncə özümü və hər birimizi Allah'tan haqqı ilə qorxmağa və Allah və Rasulunun yolu ilə tutub getməyə dəvət edirəm. Və əlinizdəki telefonlarınızı bir kənara qoyub, Allah'ın üzərində olan bir hökm olaraq cümə xütbəsini haqqı ilə dinləməyə və hər bir xütbədən bir nəticə çıxarmağa çalışaq. Uca Rəbbimiz insana iki həyat bəxş etmişdir. Bunlardan birincisi hazırda yaşadığımız imtihan dünyası, digəri isə əbədi həyat olan axirət dünyasıdır. Bu dünya həyatı ölümlə sona çatacaq və axirət həyatı başlayacaqdır. Ölüm isə əsla yox olmaq deyil, əbədi həyata keçidin ilk mərhələsidir. Bu keçiddən ötüb keçən insan yenidən bu dünyaya qayıdır, salih əməllər işləməyi nə qədər arzulasa da, ancaq bu onun üçün mümkün olmayacaqdır. Necə ki, Rəbbimiz Müminun surəsinin 99 və 100-cü ayələrində belə buyurur. Nəhayət onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər: Ey Rəbbim, məni dünyaya geri qaytar, ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm. Xeyr, onun dediyi boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər davam edən bərzəx, yəni qəbir həyatı vardır. Və hədis şərifdə isə Peyğəmbər s.ə.v belə buyurur ki, Peyğəmbər s.ə.v bir nəfər sahabələrdən bir nəfər gələrək salam verdi və belə dedi: Ey Allahın Rəsulü, ən fəzilətli mömin kimdir? Peyğəmbər s.ə.v da əxlaq baxımından ən gözəl olandır dedi. Həmin şəxs bu dəfə bəs ən ağıllı mömin kimdir deyə sual etdi. Peyğəmbər s.ə.v cavabında belə buyurdu ki, ən ağıllı mömin ölümü çox xatırlayanlar və ölümdən sonrası üçün ən gözəl hazırlaşandır buyurdu. Möhtərəm möminlər, saralan yarpaqların, solan çiçəklərin hər birisi bizə ölümdən xəbər verir. Nəfsi hesaba çəkmə zamanının olduğunu xatırladır. Doğum qədər, yaşamaq qədər ölümün də bir həqiqət olduğunu və bir gün bu həqiqətlə üzləşəcəyimizi xatırladır. Fəqət həyatın dəbdəbəsi, dünyanın cazibəsi, var dövlət bizə ölümü unutturmamalıdır. Çox zaman heç unutmamalı olduğumuz ölümü dəfələrlə onunla üzləşməyimizə və cənazələrlə qarşılaşmağımıza rəğmən özümüzdən ölümü uzaq gördük. Halbuki Peyğəmbər s.ə.v bu xüsusda bizlərə belə tövsiyə etmişdir. Heç ölməyəcəkmiş kimi dünya üçün, ancaq sabah öləcəksənmiş kimi axirət üçün çalış buyurmuşdur. Uca Rəbbimiz Loğman surəsinin 33-cü ayəsində isə belə buyurmaqdadır: Ey insanlar, Rəbbinizdən qorxun, nə atanın oğla, nə də oğlun ataya heç bir fayda verə bilməyəcəyi bir gündən qorxun. Şübhəsiz ki, Allahın vədi haqqdır. Dünya həyatı sizi əsla yayındırmasın. Şeytan da sizi Allahla, yəni Allahın mərhəmətinə arxayın edərək aldatmasın. Möhtərəm möminlər, hər bir şəxsə dünyada etdiklərinin yazılı olduğu əməl dəftərləri axirətdə veriləcəkdir. Əməl dəftərləri cənnətliklərə sağdan, cəhənnəmliklərə isə arxadan və ya soldan veriləcək. Kiramən kətibin adı verilən mələklər tərəfindən yazılan kitablarda heç bir şey zərrə qədər əksilməyəcəkdir. Dünyada ikən zərrə qədər miqdarı xeyr işləyənin mükafatını və zərrə qədər pislik edənin də cəzasını görəcəyi və heç bir ədalətsizliyin olmayacağı o günə
insan ömrünü harada keçirdiyindən, gəncliyi harada necə keçirdiyinə xərclədiyindən, malını haradan qazanıb, haraya xərclədiyini və bildiklərinə necə əməl etdiyini mütləq soruşulacaq. Uşaq ikən ilk dəfə adımız doğum şəhadətnaməsinə yazılır. Həyatdakı ad olaraq iş elanımız da oradan başlayır. Böyüdükcə müxtəlif adları qazanmaq üçün bir çox çətinliklərlə üzləşirik. Nəticəsini düşünmədən bir adı qazanmaq isə görəsən həyatımız boyu bizlərə nə qazandırır? Rəhmət və yaxud da ki, bir əzab. Əziz cəmaatımız, çoxlarımızda var olan telefonların adlar siyahısında adı olan ancaq özü həyatda olmayan dost və yaxınlarımızın adını həmin anda silirik. Ancaq unutmayaq ki, bir gündə bizim də adlarımız dost tanışlarımızın telefonlarına silinəcək və hətta sağlığımızda yazdırdığımız bütün yerlərdən adlarımız silinəcək və adımıza qeyd olunan sənədlər bizim ölümlə, yoxluğumuzla öz keyfiyyətini də itirəcəkdir. Əbədi qalan isə bizim bu dünyada qazandığımız və etdiyimiz yaxşı və pis əməllərimiz qalacaqdır. Ahirətdə də onsuz da qarşımıza çıxan aqibət bunlarla ölçüləcəkdir. Uca Rəbbimiz bir ayət-i kərimədə belə buyurur. Allah'a dönəcəyiniz və heç bir kimsənin heç bir xüsusda haqsızlığa uğramadan hər bir şəxsin haqlarının özlərinə qaytarılacağı gündən qorxun buyurulmaqdadır. Uca Rəbbimiz bizlərə bu fani olan həyatda imanla yaşamağı və imanla da dünyadan köçməyi nəsib eləsin. Və Rəbb-i Teala ölkəmizin, millətimizin suvereni azadlığı uğrunda canını fəda etmiş, bütün şəhərlərimizə rəhmət eləsin, qazilərimizə xeyirli ömürlər, xeyirli şifalar nəsib eləsin. Və Rəbb-i Teala yenə də xidmətimizdə olan, keşiyimizdə olan hərbçilərimizi, əsgərlərimizi öz pənahında saxlasın, zalimlərə və düşmənlərə müsallat eyləməsin.